Salyan şəhərində isə mərkəzi bazarda satışla məşğul olan satıcılar onlardan alınan rüsumun rəhbərlik tərəfindən artırıldığını deyirlər və buna narazılıq da göstərirlər. Əməkdaşımız məsələni yerində araşdırıb. Salyan mərkəzi bazarının satıcıları piştaxtalara görə ödənilən pulun artırıldığını iddia edirlər. Deyirlər əvvəllər onlardan 2-4 manat arası yer pulu alınırdısa, indi bu qiymət 10 manata qaldırılıb. Satıcıların sözlərinə görə yaranan vəziyyət tərəvəz və digər məhsulların qiymətinin artımına səbəb ola bilər. Həmişə 2 manat vermişdim, indi qaldırırlar 10 manata. Bu 10 manata mən hardan verəcəm, o deyə bilmirəm. Bunları mən 4 manata sata bilmirəm, 3 manata almışam. 5'ə satsam o alarlar. Konu ilə bir də mən nə gətirir? Yol pulu verirəm 5-6 manat, nə bilim bir siqaret olur 8 manat, 10 manat. Nə gətirirəm? Həyətdən gətirirəm, o da mənə qanı eləmir. Qiymət artımı ilə bağlı iddianı bazar rəhbərliyi təsdiqlədi. Səbəbi isə belə əsaslandırdılar. Öz razılıqlarına oturub söhbət eləmişik, razılığa gəlmişik və onlar bir şeyləri qalxızmışıq. Cüzi miqdarda qalxızmışıq. Onların tökdüyü zibilləri daşdırmaq üçün. Kommunal xərcləri, orada kommunal xərcləri xərclənir. Bu məqsədlə, başqa bir məqsədimiz olmuyor. O ki qaldı, narazı qalanlara bildirildi ki, qiymətlərə yenidən baxıla bilər. Yaqub Mehdoğlu, Diana Cəlali, Space Xəbər, Salyan.